Salam, mən Rəhman Qasımlı. IT Brains Akademiyada UX üzrə təlimçiyəm. Bu gündən etibarən sizinlə birlikdə sıfırdan UX-ə dərsləri keçəcəyik. Gəlin ilk olaraq Figma-nın interfeysi ilə tanış olaq. İlk olaraq Figma-ya daxil olaq. Bu bizim qarşılama pəncərəmizdir. Sol sidebarda bizim son işlərimiz, templatelər, toollar və qrup şəklində hazırladığımız işlərin draft versiyası və bütün proyektlər və zibil qabı yerləşir burada. Onun aşağısında isə admin, yəni bizim tənzimləmələrimiz yerləşir. Orta hissəyə, body hissəyə baxdıqda bizlə paylaşılan və ya bizim son hazırladığımız işlər və üstdən də kateqoriyalara ayrılıb həmin işlər. Sağ üst hissədə Figma Design, Figcam, Figma Slide, Figma Baz və bura əlavə olaraq Figma Site əlavə olunacaq və Figma Make. Növbəti güncəlləmələrdə bunlar əlavə olunacaq. İlk olaraq dizayndan başlayaq. Figma dizayna daxil oluruq. Sol tərəfdə sidebarda bizdə page'lər, layer'lar, assetlər, yəni komponentlər yerləşir. Hələ ki boşdur, çünki heç bir iş hazırlamamışıq. Aşağıda olan toolbarda isə bizdə select tool, frame, fiqurlar, pen tool və ya pencil tool, text tool, kommentari üçün bölmə və bir kitabxana yerləşir. Burada kitabxanada biz pluginlər və widgetlər əlavə eləyə bilərik işimizin daxilinə. Sağ tərəfdəki sidebarda dizayn və prototype hissəsi yerləşir. Məsəl üçün, gəlin birinci toolbardan başlayaq. Burada frame-ə klikləyirik. Bizim ən çox istifadə edəcəyimiz tool frame-dir. Kliklədikdə sağ tərəfdə sidebarda ölçülər, ekran ölçüləri açılır. Biz istəsək telefon, planşet, desktop, prezentasiya, saat üçün, çap üçün, sosial media üçün və ya Figma community üçün fayllar hazırlaya bilərik. İlkin olaraq biz desktopdan başlayacağıq, yəni web ölçüdən. Ən yaxşı ölçü olaraq burada desktop ölçüsünü seçirik, klikləyirik. Eni 1440, uzunluğu isə 1024-dür. Uzunluğunun fərqi yoxdur. Sayt nə qədər uzun olsa, biz frame-imizin uzunluğunu da artıra bilərik. Və biz desktopa əlavə etdikdə sağda onun xüsusiyyətləri açılır. Position X və Y oxu üzərində yerləşməsi, rotation, yəni onun hansı bucaq altında dayandığı və reflect funksiyaları var burada. Güzgü əksi sağa, sola və yuxarı reflect eləyə bilərik. Enirik, saytın layoutu bu növbəti dərsdir. Avto layout dərsində böyük dərsdir. Bunu növbəti dərslərdə keçəcəyik. Enirik aşağı, stroke, effekt və layout guide var burada. İlkin olaraq layout guide-dan başlayacağıq. Burada plus işarəsinə klikləyəndə bizə bir grid sistemi əlavə olunur və bu grid sistemini biz dəyişib columns-ı seçirik. Nəyə görə? Təcrübələrə əsasən ən yaxşı işlənilən grid sistemi columns-lardır və burada müəyyən ölçülər var ki, biz onları təyin eləməliyik. Məsəl üçün, columns sayını 12 qeyd eləyirik və növünü, desktopun növünü stretch və ya center kimi qeyd eləyə bilərik. Stress növündə biz desktopu müxtəlif ekran ölçülərinə saldıqda, böyütdükdə və ya kiçiltdikdə columnslar da böyüyür və kiçilir. Əgər biz center'ı seçsək, mərkəzdə kolumnlar yığılır və biz böyüdüb kiçiltdikdə sağdan soldan kəsilməli olur və mərkəzdə olan bu konteyner hissəmizin heç bir itmə və ya kəsilmə olmur. Əgər biz stretch seçsək, burada əlavə elədiyimiz ölçülər, marginlər 8-ə bölünən olsa daha yaxşı olar. Məsəl üçün 72 edə bilərik və qatır 32 yerləşdirir. Bu da 8-ə və 4-ə bölünəndir. Ən ideal ölçülərdən biridir. Bunu işlədiyimiz işin mövzusuna uyğun olaraq, tipinə uyğun olaraq dəyişə bilərik və 8-ə bölünən olmağına diqqət yetirsək daha yaxşı olar. Hələ ki stressdə işləyirik. Ölçülərimizi verdik. Eyni ilə qatırı da 8-ə və 4-ə bölünən eləsək, məsəl üçün 40 yerləşdirə bilərik, 4-ə və 8-ə bölünür. 32 amma mənim ən rahat işlədiyim ölçüdür. Keçirik indi biz digər hissələrə. Margin nədir, qatır nədir, columns nədir? Soldan mərkəzə doğru, yəni konteyner hissəmizə doğru olan boşluq ağ hissə margin, eyni ilə sağdan da mərkəzə doğru olan boşluq hissə, ağ hissə margin və bu columnsların arasındakı məsafə isə qatır adlanır. Bunlar bizə nəyə kömək olur?
Marginlər saytımız müxtəlif ekran ölçülərinə keçdikdə və ya sayt öz daxilində reklam qəbul edəkdə, reklam banerlər sağdan soldan qəbul edəkdə, həmin reklam banerlər marginlərin üzərinə düşür və bizim konteyneri, yəni dizaynımızı yığdığımız hissədə heç bir kəsilmə və ya itmə olmur. Qatırlar isə bizdə columnsların aralarındakı məsafəni təyin etməyə kömək eləyir və biz növbəti dərslərdə görəcəksiniz ki, dizayn hazırlayanda bu columnslardan nə qədər kömək alırıq. Keçirik aşağı hissəyə. Burada fiqurlar, müxtəlif növ fiqurlar var, line var, ox işarəsi var, elips var, poligon var və ulduz var. Və şəkil və ya video əlavə eləmək üçün bir funksiya var. Qısa yol Ctrl+Shift+K-dır. Məsəl üçün bir rectangle-dan başlayaq, yəni dördbucaqdan. Bir dördbucaq əlavə eləyək işimizin daxilinə. Baxın, biz onu böyüdüb kiçiltdikcə columnslarda bir guideline yaranır və ona uyğun nizamlanmağa çalışır. Və bu bizim işimizdə nizamlı, səliqəli işləməyimizə kömək olacaq. Keçirik sağ sidebardan aşağıdakı funksiyaları görürük. Qalxaq yuxarı. Burada alignment var. Alignment nədir? Nizamlama. Biz məsəl üçün bu rectangle seçirik. Alignmentda sola nizamlama dedikdə, baxın, desktopun soluna. Mərkəzə nizamlama dedikdə, etdikdə, mərkəzə nizamlanır, desktopun mərkəzinə. Ortaya nizamlaya bilərik. Tam ortaya nizamlanır. Aşağı, sağa, sola eyni ilə bütün funksiyalar icra edə bilərik. Onun aşağısında positionda X və Y oxunu nəzərən yerləşməsi. Constraints nədir? Məsəl üçün, gəlin bir nümunə ilə göstərək. Tutalım ki, bir komponent yerləşdiririk işimizin daxilinə və bu yuxarıda yerləşir. Constraints amma həmin əlavə elədiyimiz komponentin aşağıdır. Və biz desktopun ölçüsünü uzatdıqca həmin fiqurda bizimlə bir yerdə aşağı gələcək. Və bu bizim işimizdə korlanmaları, sürüşmələrə səbəb ola bilər. Nə edirik? Burada constraints-i tənzimləyirik. Harada yerləşdiyinə fikir veririk, mərkəzdə və yuxarıda. Bu constraints-ini yuxarı olaraq qeyd edirik. İndi isə təzədən yoxlayaq. Baxın, nə qədər uzatsaq da həmin constraints-i yuxarıda olduğuna görə həmin fiqur, həmin komponent yuxarıda qalır. Enirik daha aşağı. Burada layout var. En və hündürlüyünü göstərir bizə. Yadda saxlamaq lazımdır ki, ilkin yazılan ölçü həmişə en olur. İkinci yazılan ölçü isə həmişə hündürlük olur. Və onun yanında bir nizamlı böyütmə funksiyası var. Klikləyirik. Baxın, ikisi bir-birinə birləşdi. Və mən bunu böyütdükdə mərkəzdən nizamlı şəkildə böyüdür və kiçilir. Biz bunu deaktiv etdikdə istədiyimiz formada böyüdüb kiçilə bilirik. Mərkəzdən böyümür, nizamlı olmur. Bunu aktiv eləməyimiz yaxşıdır ki, işlərimizdə daha nizamlı işləyək. Və opacity var. Opacity nədir? Onun görünürlüyü. Hansısa bir fiqurun butonu ola bilər, input ola bilər, hər hansı bir komponent ola bilər. Burada opacity-sini azaltdıqda, məsəl üçün, burada 100% görünürlük var, 100% opacity var. Məsəl üçün, bunu 50% edirik. Daha opacity-si azalır, daha şəffaflaşır. 100 eləsək, tam görünürlüyü olacaq. Corner radius var. Corner radius nədir? Künclərdə radius əyriliyi veririk, dairəviliyi veririk. Məsəl üçün, bunu eləsək 20, yaxınlaşdırsaq görəcəyik ki, corner radiusları 20 olaraq təyin olunub. Aha. Və istəsək biz, əgər biz istəsək corner radiusların ölçüləri fərqli olsun hər küncdə. Məsəl üçün, burada sol üst küncü biz istəsək 5 eləyirik. Sağ üstü daha çox artıra bilərik. Məsəl üçün, burada 80 eləyirik. Məsələn, bunu sağ aşağını 0 eləyə bilərik. Və sol aşağını 0, sağ aşağını isə məsələn 5 elədik. Bu tip fiqurlarda yarada bilərsiniz corner radiuslarla. Enirik aşağı. Burada fill hissəsi var. Fill hissəsi nədir? Onun daxilində, seçdiyimiz fiqurun daxilində olan rəngdir. Biz bunu rəng paletindən istədiyimiz kimi seçim edib rəngi dəyişə bilərik.
və ya aşağıdan hex kodundan bizə verilən bir hex kodu varsa, onu əlavə edib, məsələn üçün FFF kodunu yazıb, ən ağ və yaxud 000 kodunu yazıb, ən qara variantını əldə edə bilərik. Rəngin ən qara variantını əldə edə bilərik və ya müxtəlif kodlar ola bilər əlavə eləmək üçün. Və burada da öz daxilində funksionallıqlar var. Məsəl üçün, gradient əlavə edə bilərik. Seçirik, baxın, belə bir panel qarşılayır bizi. İlkin rəngi, başlanğıc rəngini, məsəl üçün, qırmızı və ya qırmızıya yaxın bir rəng seçsək və bu hissəni də daha açıq versək, baxın, gradient, yəni keçidli bir rəng bizə verir. Bunu istədiyiniz kimi burada əlavə edə bilərsiniz. Plusa kliklədikdə istədiyiniz qədər rəng əlavə edə bilərsiniz. Keçirik bu hissəyə. Burada pattern əlavə edə bilərik. Məsəl üçün, bir dənə fiqur yerləşdirək bura. Baxın, yaxınlaşdırsaq, burada patterni görəcəksiniz. Nöqtələrlə pattern verib burada. Pattern nədir? Naxış. Buradan bir fiqur əlavə edək, kiçik bir fiqur. Məsəl üçün, bunu əlavə edirəm və rəngini dəyişirəm, edirəm daha tünd. Və gəlirəm yenə fill hissəsinə. Burada pattern aktivdir və select source eləyirəm, aktivləşir və gətirib bu fiquru seçdikdə, baxın, bunu pattern olaraq bütün nöqtələrinə yerləşdirir. Keçirik, burada kompüterin daxilindən upload computer seçimi ilə video və ya şəkil əlavə edə bilərik. Eyni ilə burada ayrıca bir video hissəsi var. Buradan da upload computer eləyə bilərik. Bu hissəni bağlayaq. Keçirik, rəngimizi fill olaraq, daha doğrusu solid rəng olaraq təyin eləyək və keçirik aşağı hissəyə. Aşağı hissədə bizdə stroke bölməsi var. Stroke nədir? Kənar xətt veririk. Bunun da daxilində öz funksionallıqları var. Məsələn, klikləyirik, baxın, bir stroke düşdü, yaxınlaşdırsaq görəcəyik, kənar xətt düşdü. Klikləyirik və bunun funksionallıqlarına baxırıq. Burada stroke'un aşağısında onun rəngi eyni ilə fill kimi istədiyimiz rəngi təyin edə bilərik. Burada opacity var, eyni ilə dəyişə bilərik. 100, 50, 20 istədiyimiz faizi qoya bilərik. Burada gözü bağlamaq funksiyası var, göz işarəsi var. Klikləyəcək stroke'u görünməz edir, silmir, amma görünməz edir. Və yanında minus işarəsi var. Minusa klikləyəndə remove əməliyyatını edir, yəni silirik. Burada stroke'un növləri var. Məsəl üçün, center, outside, inside. Center nədir? Biz burada qalınlaşdırsaq stroke'u, həm mərkəzə, həm də xaricə doğru böyüməyə, artmağa başlayacaq. Əgər biz outside eləsək, həmin komponentin daxilinə doğru yox, çölə doğru böyüməyə başlayır. Keçirik bu hissəyə. Klikləyirik. Baxın, burada daha ətraflı funksionallıqlar, parametrlər var. İstəsək, buradan solidi seçə bilərik. Məsələn, buradan ya da ki, dash olaraq qırıq-qırıq xəttləri seçə bilərik. Məsələn, seçirik. Burada aralarındakı məsafəni təyin edə bilərik. Künclərinin iti və ya yumru olmağını seçə bilərik. Bu tip seçimlərimizi verə bilərik. Burada dinamik var. Buradan istəsək qəribə formalarda, daha doğrusu əl yazma kimi strokelar verə bilərik. Daha dircəli və ya sumuz verə bilərik. Brush effekti var burada. Yəni, stroke'u bir fırça ilə çəkilmiş kimi bir hissiyat yaradır. Onun da növləri var. Buradan istədiyimizi seçə bilərik. Figma yəni bizə bu tip funksionallıqlar verir. Keçirik effektlər bölməsinə. Effektlər bölməsi nədir? Endi aşağı. Klikləyirik. Baxın, ilkin olaraq bizə default olaraq drop shadow verir. Drop shadow arxaya kölgə verir və biz onu yaxınlaşdıraq. Göstərək ətraflı. Aha. Biz onun X və Y oxuna görə pozisiyasını dəyişib kölgəmizi hərəkət elətdirə bilərik. Baxın, belə. Blurunu artıra bilərik. Bluru artırsaq daha yayğın, daha yumuşaq kölgə əldə edirik. Separate isə yayılmadır. Bunu artırırsa kölgə daha çox yayılır. Və burada onun opacity var. İdeal olaraq, daha doğrusu default olaraq bizə 25% opacity verilir. Bu qala bilər. Və bu effektlərin növləri də var. Drop shadow'dan əlavə olaraq inner shadow məsələn seçə bilərik və yaxud burada layer blur seçdiyimiz komponenti layer'ı blurlaşdırır. Background blur, əgər bu layer'ın və yaxud komponentin arxasında bir background varsa, bir fiqur və yaxud nəsə varsa onu blurlaşdırır.
Noise isə daha bir tekstur verir, daha bir sərt səth verir fiqura. Yaxınlaşdıraq, baxacaq. Bu tip tekstur verir bizə və aşağıda yenə bir tekstur var. Bunu da klikləyəndə baxın. Daha sərt səth verir və bunların radiusunu və ölçülərini təyin edə bilərik. Keçirik aşağı. Burada eksport hissəmiz var. Eksport hissəsi nədir? Klikləyirik. İşimizi kompüterin daxilinə save eləmək və ya yaddaşa yazmaq. Burada keyfiyyət ölçüsü olaraq mən daha çox 3x seçirəm. 4-ü də seçənlər var, amma ekran keyfiyyəti biz onu dəstəkləmirsə 3x qalmağı normaldır. Buradan 3x seçdik və faylın növünü JPEG, PNG, SVG və ya PDF kimi seçə bilərik. PNG olması daha yaxşıdır. Və bu aşağıda preview hissəsi var. Preview hissəsindən eksport elədiyinizdə həmin fiqur necə görünəcək PNG formasında onu bizə göstərir və burada export rectangle eləyəndə artıq işimiz eksport olunur. Keçək aşağı hissəyə, toolbarımıza. Burada bizim pen toolumuz var və pencil toolumuz var. Məsəl üçün pen toolu seçirik. Pen toolu xətlərlə fiqurlar yaratmaq üçün istifadə edə bilərik. Əgər əl bacarığınız varsa, daha yaxşı fiqurlar əldə edə bilərsiniz. Məsələn, başlanğıc və son nöqtəni birləşdiririk. Bu artıq bir fiqur olur və burada bizə növbəti bir alətlər paneli çıxır. Məsəl üçün, buradan rəngi seçə bilərik. Məsələn, klikləyirik, buradan bir dənə rəng veririk. Məsələn, belə bir rəng. Artıq bu, həmin rəngi öz daxilinə alır və bir fiqur halına düşür. Burada handle'lar var. Burada istədiyimiz kimi fiqurları dəyişə bilərik. Rəngini dəyişə bilərik, ölçüsünü dəyişə bilərik. Bu tip funksiyalardan istifadə edib forması ilə forması üzərində dəyişiklik edə bilərik. Bu tip. Bağlayaq. Pencil tool da pen tool da eyni funksiyanı daşıyır. Bu tip fiquru çəkirik, birləşdiririk və fiqurumuz alınır. Text tool. Text tool isə yazı alətidir. Klikləyirik, yaxınlaşdıraq. Məsələn, istədiyimiz yazını yazırıq və burada onun funksionallıqları var, parametrləri var. Şriftin növünü təyin edə bilərik və şriftin qalınlığını bold, medium, semi-bold hansını seçə bilərik. Ölçülərini təyin edə bilərik. Məsələn, 12 olmasın, 24 olsun və böyük mətnimiz varsa, sütunlar və sətirlər arasındakı boşluqları, yazının sağdan soldan başlamasını öz daxilində, yəni buna bounding box deyirlər, text box da deyirlər. Text box daxilində alignment göstəririk. Bunu da klikləyəndə əlavə funksionallıqları var. Altdan xətt, üstdən xətt və rəqəmli və yaxud nöqtəli siyah şəklində yazılarımızı təyin edə bilərik. Keçirik, burada text hissəmiz var. Keçirik, burada comment hissəmiz var. Əgər komanda şəklində işləyiriksə, hər hansısa bir komanda yoldaşımız və yaxud hər hansısa bir komanda yoldaşımız bizim işimizə kommentariya bildirə bilər. Məsələn, klikləyir buradan və istədiyi kommentariyanı yazır, enterə basır, həmin komment əlavə olunur. Siz istədirsəniz altına cavab yaza bilərsiniz və yaxud bu problem və yaxud hansısa bir kommentariya, hansısa bir söhbət həll olandan sonra resolve eləyirsiniz və bu kommentariya itir burada. Gəlirik bu hissəyə. Bura kitabxanadır. Mənim ən çox istifadə etdiyim pluginlər, asetlər burada olur. Klikləyirəm. Baxın, burada ikonlar üçün Icon 8 var, yazı üçün Lorem Ipsum, profil şəkilləri üçün User Profil, şəkillər üçün Unsplash, Flat Icon ikonlar üçün Attention Insight var. Burada UX tərəfdən saytımızın ilkin olaraq hansı hissələr diqqət çəkir, onu təyin eləmək üçün bir plugin var. Material dizaynlanan ikonlar yerləşdirmək, vektor logolar yerləşdirmək üçün də müxtəlif pluginlər var. Yəni, bunu növbəti dərslərimizdə keçəcəyik. İndi isə işi necə share edirik, onu göstərək. Baxın, sağ üst hissədə bir preview var. Present hissəsi, preview hissəsi var.
Bir də şeir hissəsi var. Present hissəsi nədir? Klikləyirik burada. Saytımızın hazır olanda necə görünəcəyini bizə göstərir. Burada bizim hazırladığımız işlərdir, yerləşdirdiyimiz yazılar və fiqurlardır. Və keçirik şeir hissəsinə. Şeir hissəsinə keçdikdə biz burada istədiyimiz komanda yoldaşının və ya şəxsin e-mailini qeyd edib göndərə bilərik və burada biz ona bir access veririk. Edit və ya view olaraq, yəni sadəcə görə bilər işimizi və ya işimizi editləyə bilər. Burada pasport falan yerləşdirə bilərik. Göndərdiyimiz şəxs həmin pasportu yazsa, yəni kodu yazsa, işimizdə editlər edə bilər. Və ya buradan copy link edib bu linki istədiyimiz şəxsə ata bilərik və o linkə daxil olaraq bizim işimizi görə bilər. Bugünkü dərsimizdən bu qədər. Növbəti dərslərdə görüşənədək.